Salam millət, hər vaxtınız xeyir olsun uşaqlar. Hər birini salamlayıram. Bizim videolarımız davam eləyir. Bu günləri ikinci videomuzu çəkirik. Bundan öncəki videoya baxmamısanız da dostum keçib alıb baxa bilərsən. Çünki bu platforma haqqında tam olaraq məlumatı ilk videoda paylaşmışam. Bu günləri biz daha çox qrafiklərə, şamlara və lazım olan arqumentlərə burada toxunacağıq və bir-iki dənə də əməliyyat açacağıq. Görək bu günləri qazana bilirikmi, yoxsa bizdə minus olacaq. Əgər kanala abunə olmamısınızsa, zəhmət olmasa abunə olun və videoları izləməyə davam edin. Çünki kanalımızda çoxlu video var və hamısı sizin üçün faydalı ola bilər. Uşaqlar, sağollaşmadan keçirəm mən monitora, davam eləyə görə bu günləri nə edə bilirik. Deməli uşaqlar, keçdik biz monitora. Bundan öncəki videoda biz öyrənmişdik bütün burada olan arqumentləri, yəni burada bunlar nədir, ümumiyyətlə nəyə yarayır, bunlardan nəyə görə istifadə eləmək lazımdır. Bu günlər isə dostlar biz əsas fikir verəcəyik şamlara, texniki analizə, sizə lazım olan ilkin şeyləri göstərəcəm ki, hansı ki bunları bilmək mütləqdir. Yəni bunları heç olmasa bilmək lazımdır ki, ümumiyyətlə mən bura niyə gəlmişəm, yəni dostum. Mən bura niyə gəlmişəm və mən burada nə etməliyəm? Bunları sənə göstərəcəm, ona görə videonu tam olaraq izləmək lazımdır. Biz bura keçid alanda, dostum, bunların hamısını silirəm hal-hazırda, heç nə saxlamıram burada. Deyək ki, biz valutalardan birini seçmişik. Допустим, girdik bura, deyək valutalara, deyək ki, mən evro-dolları deyək ki, seçirəm və evro-dollarda belə bir qrafik mənim qabağıma gəlir. Bu qrafik nədir? Bu odur ki, evro-dolların məzənnəsi burada hərəkət eləyir. Yəni bu evro-dollar məzənnəsidir. Buna sən trading videoda da baxa bilərsən. Evro-dollar yuxarı-aşağı hərəkət eləyir və bu diapazon aralığında sən gəlir əldə eləyirsən. Əgər sən bu bazardasansa, burada sən faiz götürürsən. Əgər sən Forex-dəsənsə, orada marjinal ticarətdir, orada pipsə görə sənə gəlir verilir. Gəlin, qarışdırmayaq, biz bundan danışırıq bu günləri. Dostlar, burada 2 dəqiqə, 3 dəqiqə müddətimiz var. Biz bu şamları bir-birinə doğru gətirməliyik. Baxın, əgər bizdə burada 1 dəqiqə yazılıbsa, bu o deməkdir ki, bizim şamımızın biri 1 dəqiqədir. Əgər burada 2 dəqiqə yazılıbsa, bu o deməkdir ki, biz 2 şam müddətinə əməliyyat açırıq. Amma bir aması var. Sən baxır əməliyyatı nə vaxt açırsan. Məsəl üçün, baxın, burada 38 saniyə yazılır. Bu 38 saniyə yazılmağı nə deməkdir? Bu şam hələ bağlanmayıb. Yəni sən bu dəqiqə buradan əməliyyat açsan, məsəl üçün 2 dəqiqəlik. O birisi şamın yarısında əməliyyatın bağlanacaq və bu sənə xeyir verməyə bilər. Əksər vaxtlarda o səhvi mən də eləyirəm. Məsəl üçün, bir də görürsünüz ki, adam görür situasiya var, o saat əməliyyat açır. Amma siz stabil əməliyyatlar açmaq istəyirsinizsə, adrenalinsiz, rahat bir şəkildə şamları gözləmək lazımdır. Siz sadəcə saatlıq şamda belə korreksiyadan binary-də pul götürə bilərsiniz, gəlir götürə bilərsiniz. Məsəl üçün, deyək ki, bizdə burada 1 saatlıq şam hardadır burada? 1 saatlıq şamı götürürəm və böyüdürəm həmən bu qrafiki. Çünki mənə burada 1 saatlıq şam 1 saat lazımdır və yaxud da ki, yarım saatlıq şam deyək. Deyək ki, yarım saatlıq şamda işləmək istəyirəm. Çünki binary-də uşaqlar burada çox uzatmağa ehtiyac olmur. 30 dəqiqəlik şam deyək. Məsəl üçün, mən düşünürəm ki, bu şam 30 dəqiqədən sonra bağlanacaq. Saat neçədir bu dəqiqə? Bir dəqiqə baxım mən. Deməli, aha, şam təzə açılıb 12:31. Baxın, 12:31-dir və bu şam təzə açılıb. Deyək ki, məsəl üçün, bu şam bağlanandan sonra mən buradan bir əməliyyat götürürəm, 30 dəqiqəlik. Və bu şam müddətinə, bu şam bağlanana kimi mənim əməliyyatım bağlanır. Mən düşünürəm ki, bu şam bağlanana kimi bu şam yuxarıda olacaq. Yəni mən açdığım yerdən yuxarıda olacaq. Mən əgər burada əməliyyat açmışamsa, 30 dəqiqəliklərdə gedir bu. 30 dəqiqəlik əməliyyat açırıqsa, biz bura əlbəttə ki, uşaqlar 30 dəqiqə yazmalıyıq. Aydın olurmu sizə? Yəni bunu da özünüzdə nəzərə alın. Yəni burada 30 dəqiqə olmalıdır əgər siz 30 dəqiqəlik əməliyyat açırsınızsa və yaxud da ki 2 dəqiqəlik, 3 dəqiqəlik, 15 dəqiqəlik açırsınızsa, deyək ki, biz gedək 15 dəqiqəlik şamlara. Keçid alaq biz 15 dəqiqəlik şamlara. Tez bazar uşaqlar, keçdim təlimə ki, sizə daha çox məlumat verə bilim. Çünki video uzun olur. Demək, keçdik biz 15 dəqiqəliyə, okey. Və biz 15 dəqiqəlikdə nə görə bilərik? Biz 15 dəqiqəlikdə görə bilərik ki, məsəl üçün, bu 15 dəqiqəlik şam bağlandığı yer buradır. Biz hal-hazırda dünənləri öyrənmişik. Bizim burada horizontal xəttimiz var və biz bu xətti götürüb, məsəl üçün, bura çəkə bilərik. Və biz görürük ki, bizim qiymətimiz buradan bağlandı. Bu şam bağlanan kimi biz əməliyyat açsaydıq, biz hal-hazırda plusda olacaqydıq və 15 dəqiqə ərzində bizim əməliyyatımız açıq qalacaq idi. Keçək biz balaca time frame-ə, məsəl üçün, daha biraz tez trade eləmək istəyirik, yəni daha çox situasiya tapmaq istəyirik. Uşaqlar, burada artıq risk böyüyür. Çünki siz balaca time frame-ə keçəndə burada səs-küyü çoxdur və həmən bu səs-küyün qurbanı ola bilərsiniz. Məsəl üçün, bizim 15 dəqiqəlik şamımız buradan açılacaq idi. Bu şam bağlanandan sonra biz buradan o saat
deyək şam bağlanana 1-2 saniyə qalmış açsaydıq, bizim hal-hazırda əməliyyatımız plusda olacaq idi. Biz hal-hazırda buradan məsəl üçün şamla analiz eləyib həmin binary-də əməliyyat açmaq üçün biz şamı gözləməliyik. Tam olaraq şamı gözləməliyik. Baxın, bu qrafiklər bizdə məzənnəni göstərir və bu şamlar bizdə həmən vaxt ərzində Rastargovka alış-satış mənbəyidir və onu göstərir. Hər bir şamda alış-satış var. Bu bizdə hərəkət yaradır və bu şamlar bizdə əmələ gəlir. Biz bunu ilk öncə bilmək üçün uşaqlar biz burada sahələri bilməliyik. Biz baxmalıyıq ki, yuxarıda hansı sahə var, aşağıda hansı sahə var. Birinci buradan başlamalıyıq. Məsəl üçün biz bilməliyik ki, qiymət deyək ki, bu sahəyə gələndən sonra buradan korreksiya verib. Məsəl üçün bir xəttimizi bura ata bilirik. Məsəl üçün götürək, lap iynədən qoyaq. Forex-də biz take-i burada qoyuruq, iynədən qoymuruq. Burada qoyuruq. Görürsünüzmü? Gəlmişik, o həmən sahəyə yaxınlaşmışıq və korreksiya vermişik. Binary-də burada qazanmaq olur. Çünki bu sahələr məsəl üçün korreksiya üçündür. Yəni korreksiya üçündür. Marjinal bazarda bu fərqlidir uşaqlar. Çünki marjinal bazarda sən bu hərəkət sənə sərf eləməyəcək. Məsəl üçün sən əgər short düşünürsənsə, burada məsəl üçün biz gəlin neçə dəqiqəlik şamdır? 5 dəqiqəlik şamlardır. 5 dəqiqə müddətinə aşağı bir əməliyyat açaq ki, biz düşünürük ki, hal-hazırda saat neçədir? 12:35 və biz düşünürük ki, 5 dəqiqə müddətinə bizim deyək ki, bu şamımız aşağıda olacaq. Bizim ikinci əməliyyat açacağımız yer maksimum bu şamın təpəsi ola bilər. Aydın olurmu sizə? Baxın, bu şamın içində biz buna dagon götürə bilərik. Əgər qiymətimiz biraz yuxarı qalxarsa, baxın, qiymətimiz biraz yuxarı qalxarsa, biz buna dagon götürə bilərik. Məsəl üçün buradan götürə bilərik, çünki Fibonacci ilə normal bir qaydada buralara kimi qiymət korreksiya verə bilər. Biraz da yuxarı verə bilər. Məsəl üçün bu sahələrə getsək biz. Bu şam bitdisə biz artıq orada əməliyyat açmayacağıq. Vəsə onu məğlubiyyət kimi qəbul edirik və təcrübə alırıq ki, okey, vəsə burada sahə qırıldı və dalşı gedirlər. Aydın olurmu sizə? Şam bitməyini gözləmək çox önəmli faktorlardan biridir. Yeni şama girmək sizin əməliyyatlarınızın win rate-ini daha yuxarı qaldıracaq. İstənilən bir bazarda. Şamla düzgün hərəkət eləmək. Baxın, siz bir də görürsünüz ki, əməliyyat açırsınız. Əməliyyat plusdadır, bağlanana yaxın əməliyyat getdi minusa. Bu nədən əmələ gəlir? Çünki siz yarımçıq şamda, nə bilim, şamın bağlanmağına 30 saniyə qalmış, 20 saniyə qalmış. İndi düzgün vaxtı da seçmək lazımdır uşaqlar. Görürsünüzmü? Mən dəqiq seçirəm. Bax, 5-ə 5, əgər mən bir şam müddətinə burada hərəkət eləyirəmsə, mən əlbəttə ki, seçirəm 5 dəqiqəlik time frame. Və yaxud da ki, mən burada 1 saatlıqla hərəkət eləyirəmsə, seçirəm 1 saat, sadəcə bir şam müddətinə həmən o korreksiyanı götürmək üçün. Aydın olurmu sizə uşaqlar? Bura gəlməmişdən də öncə biz bilməliyik ki, bizim sahələrimiz var və biz hansı sahənin içində bu dəqiqə hərəkət edirik. Bu təlim binary üçündür, tam Forex-ə aid eləmin, amma sahələr hər bir bazar üçün eynidir. Çünki binary fərqlidir, burada vaxtla dəqiq nə isə görmək lazımdır və bunu görmək üçün də biz tam olaraq şamla işləməliyik uşaqlar. Şam önəmlidir, o birisi bazar üçün də önəmlidir, çünki siz boş yerə stop ola bilərsiniz. Və biz gözləyəcəyik bu şamın bağlanmağını. Biz düşünürük ki, bizim şamımız bu pin bardan sonra aşağılarda bağlanacaq. Bizim bu 5 dəqiqəlik şamımız, görürsünüzmü? Bizdə burada 02:06, burada da təxmini elə bir vaxt qalıb. Düzdür, biz biraz gec açmışıq, amma bu bizim xeyrimizə də ola bilər. Görürsünüzmü? Dediyimiz korreksiya, əgər biz biraz da yuxarı qalxsaq, buradan yenidən bir əməliyyat aça bilərik aşağı, götürə bilərik həmən situasiyanı, amma o əməliyyatı, məsəl üçün ikinci dagon əməliyyatını mən açardım daha az müddətə, məsəl üçün 2 dəqiqə aşağı salardım. Çünki o sadəcə aqressiv bir korreksiya olmalıdır. Əgər o aqressiv bir korreksiya olmayacaqsa, o yavaş-yavaş yuxarı gedib çıxıb gedə bilər yuxarılara. Ona görə mən buradan əgər əməliyyat götürsəm hal-hazırda, məsəl üçün deyək 250, 300 dollar. 3 dəqiqə müddətinə götürəcəm. Baxaq, burada 2 dəqiqə daşı götürmək olar. Biraz da qalxsa yaxşı olardı. Və bu şamın da bağlanmağı çox önəmlidir. Biz baxırıq şamın bağlanmağına və hərəkətə uşaqlar. Gözləyirik. Çünki bizdə burada bir sahə var və biz buradan aşağı əməliyyat açdıq ki, bizim burada görürsünüzmü? Bokovoy trendimiz gedir. Paralel kanal, məsəl üçün, belə bir şey.
Belə bir trendimiz gedir bizim aşağı. Və buna uyğun biz burada pin bar gördük və əməliyyatı açdıq. Görək 30 saniyəsi qalır. OK. Əla. Səbirli olub gözləmək lazımdır və şamla əməliyyat açmaq lazımdır uşaqlar. Şamın açılmağı çox önəmlidir. Biz bu dəqiqə gözləyirik, çünki bu dəqiqə burada sadəcə dayana bilər qiymət və yaxud da ki, siz istədiyiniz kimi olmaya bilər. Ona görə bu şamın bağlanmağını gözləmək lazımdır, çünki bu şam bağlanana yaxın. Bu hələ plus da ola bilər, çünki 5 dəqiqəlik şamdır və burada gördük təzə şam açıldı. Biz biraz gec açmışdıq bayaqları və bunu yenidən 5 dəqiqə edəcəm mən. Vəssalam. 5 dəqiqə edəcəm ki, uşaqlar yenidən 5 dəqiqəlik şam müddətinə keçid alım. Nəyə görə mən açdım bunu? Biz əgər bundan yuxarı keçid alsaq, getsək bundan yuxarı, mən artıq əməliyyat açmayacağam. Mən bunu sadəcə hal-hazırda bir korreksiya kimi görürəm və düşünürəm ki, biz gələcəyik aşağıdakı FVG-ni doldurmağa. FVG nədir? Təlimlərimiz çoxdur bizim, onu öyrənmək lazımdır uşaqlar. Keçid alıb baxa bilərsiniz. Forex təlimlərində FVG-ni göstərirəm. Burada da uşaqlar sizə qısaca göstərəcəm yüngül. Baxın, burada bizdə boşluq var. Biz aqressiv şəkildə yuxarı getmişik və biz bura gəlmə şansımız var. Aydın olurmu sizə? Və risk varmı? Təbii ki var. Mən riski burada göstərmişəm. Baxın, mənim bu dəqiqə hal-hazırda lokal yerdə, trade elədiyim yerdə maksimum buradır. Və bu maksimum bizdə buradan yuxarıdadır. Amma söhbət ondan gedir ki, bizim şamımızın bədəni çox aşağıda bağlanıb. Biz burada sadəcə gəlmişik, FVG-ni doldurmuşuq. Burada da bizdə FVG var. Baxın, bizdə burada FVG olub və biz həmən FVG-deyik hal-hazırda. Hətta ondan yuxarı da keçmişik. Sadəcə gedib yuxarıda bağlanmamışıq. Aydın olurmu sizə? Və mən burada əməliyyatımı açıram ki, hələ ki qiymət burada mənim üçün gəlir verə bilər. Çünki bundan yuxarı çıxmayıb. Sadəcə korreksiya kimi görürəm. Çünki uşaqlar, bu boşluq doldurulmalıdır və doldurulduqdan sonra əgər gedəcəksə gedəcək, getməyəcəksə o sadəcə long gedir. Biz gözləyirik, 246 dollar gəlirimiz olacaq. Biz bundan qabaq 150 dollar itirdik. Bundan qabaq da əməliyyatlarım olmuşdu. Sadəcə uşaqlar tam xoşuma gəlmədi biraz. Qızılda idi, çox oyan-buyan tullanmalar var idi. Biz sadəcə təlim keçiririk uşaqlar. Biz baxırıq ki, burada tam olaraq ideal şəkildə necə əməliyyat açmaq olar. Minus normal bir şeydir, bu olur. Amma bir var ki, siz azartlı oyunçusunuz, girmişsiniz bura və bilmirsiniz, dalbiç eləyirsiniz hara gəldi. Elə olmur. Görürsünüz, oturmuşam, gözləyirəm, 5 dəqiqə açmışam əməliyyatı və hansısa bir beynimdə ssenari var. Yəni bu belə bir şey ola bilər və bu binary üçündür. Məsəl üçün mən o birisi bazarda əgər hərəkət eləsəydim, mən buradan short açmayacaqdım. Mən gözləyəcəkdim. Bu gəlməlidir bura. Forex vaxt istəyir. Burada elə deyil. Burada konkretность. Gəlirsən, götürürsən, gedirsən və yaxud da ki, gəlirsən, qoyursan, gedirsən. Yəni qoyub gedənlər belə hərəkət eləmir. Biz burada tam olaraq fokuslanırıq hərəkətə, şama və struktura. Vəsə. Götürürük, çıxırıq. Görürsünüzmü uşaqlar? İndi bizim burada hansısa bir məntiqimiz var. Biz ola bilər ki, burada biraz tez girdik əməliyyata. Çünki uşaqlar buradan da aşağı gedə bilərdi. Sadəcə o istədi indidən buranı yıxsın və aşağı keçid alsın. Misal üçün, bundan sonraki şama deyək ki, long girmək biraz məntiqsiz olar. Biz nə edə bilərik? Biz bundan sonraki şamı gözləyə bilərik və ondan sonra artıq o şamın korreksiyasından sonra, məsəl üçün, bu şam deyək ki, görək hələ necə bağlanacaq. Uşaqlar, baxın, çəkirsiniz, düzdür, trendi götürürsünüz. Deyək ki, bu bakavikdə mən işləmək istəyirəm. Götürdünüz, maksimumları, minimumları çəkdiniz. Məsəl üçün, burada hal-hazırda minimum buradır, bundan aşağı minimum olmayıb və heç bir maksimum yoxdur. Bu dəqiqə bizim trendimiz short gedir. 5 dəqiqəlidir. Konkret olaraq biz hal-hazırda short pozisiyadayıq və short gedirik. Yəni aşağı gedirik. Burada bizim hansısa bir long əməliyyat axtarmağımız məqsədə uyğun deyil uşaqlar. Burada biz long əməliyyat axtarmayacağıq. Bizim burada axtaracağımız yalnız short əməliyyat olacaq. Long əməliyyat axtarmaq üçün biz gərək uşaqlar. Belə bir şey göstərim mən sizə. Baxaq görək. Buraları gələk yığaq, deyək ki, buradan, ondan sonra gedək yuxarı, belə bir şey və biz gələk buranı qıraq, yuxarıda bərkiyək, ondan sonra biz artıq biləcəyik ki, aha, bu trend, məsəl üçün, long gedir. Bu dəqiqə short gedir, görürsünüzmü? Basıb gedir aşağı, minimum, maksimum yenilənmir. Yəni, burada hər dəfə biz minimuma doğru gedirik. Burada gəlmişik, buranı hələ bir dəfə likvidlik yaratmışıq, long girənləri bura salmaq üçün, ondan sonra biz gəlib onları belə bir hərəkətlə yəqin ki, qıracağıq. Bizim əməliyyatımız plusla bağlandı uşaqlar.
plusla bağlandı və biz gəlir əldə elədik. İndi burada nə pozisiya əmələ gəlir? Oturursunuz, 50 dənə valyutaya girməyə ehtiyac yoxdur. Bilirsiniz necədir? Strategiya elədir. Burada siz sadəcə çəkdiniz, gördünüz hansısa bir pozisiya, okey. Siz gördünüz ki, bizim bir dənə qırmızı şamımız bu şamların hamısını yeyib. Biz burada sadəcə edəcəyimiz şey oturub gözləməkdir. Hansı ki, bu şam bağlanacaq və bundan sonra nə baş verəcək? Aydın olurmu sizə? Biz görürük ki, bu şam, deyək ki, gəlin burada görək Fibonacci ilə hərəkət eləyək. Fibonacci, məsəl üçün, mən buradan götürərəm bu şamı, məsəl üçün bu şamı, çəkirəm aşağı. Biz burada görürük ki, biz artıq 50%, 618%-lərə korreksiya verdik. Əslində, short əməliyyatı açmaq üçün gözəl bir yerdir. Sadəcə, biz elə əməliyyat açmalıyıq ki, əgər biz bu şama girmək istəyiriksə, biz baxırıq, şamın bağlanmağına 3 dəqiqə qalır. Aydın olurmu sənə? Və sən düşünürsənsə ki, burada bu iynə atacaq və basıb gedəcək aşağı, o zaman bəli, sən öz əməliyyatını aça bilərsən 3 dəqiqə müddətinə bu şamın bağlanmağı üçün. Amma sən əgər gözləyirsənsə ki, bu şam bağlanacaq, mən ondan sonra girəcəm, onda artıq sən 5 dəqiqə girəcəksən. O birisi şama, aydın olurmu? Biz bu şam müddətinə girməsəydik, deyə 5 dəqiqə yox, 7 dəqiqə girsəydik, biz indi minusa gedəcəkdik. Görsənmi? Yəni tam olaraq şamı biz ciddiyə almalıyıq uşaqlar. 150 dollara eləyək, 15.000 dollar, 150 dollar. Aydın olurmu sizə? 1%. Bu şamın bağlanmağından sonra uşaqlar biz yenidən əməliyyata keçid ala bilərik. Çünki bu şam siz necə gedə bilər, yuxarıda bağlana bilər və burada ssenari dəyişəcək artıq. Biz artıq burada görəcəyik ki, hal-hazırda qiymət bilmir hara getsin. Və biz də bunu görəndə biz orada əməliyyat açmayacağıq. Məsəl üçün burada hal-hazırda heç bir situasiya mən görmürəm. Mən burada situasiya görmək üçün gərək burada dəyişiklik ola, yəni bu şam bağlana və mən biləm ki, burada hərəkət necədir. Burada prosta skalp eləyə bilər, burada hərəkət dayana bilər və bu şam bağlanandan sonra uşaqlar biz artıq növbəti şama məsəl üçün keçid ala biləcəyik. Baxaq görək saat neçədir? 48 və biz görürük ki, bizim şamımızın bağlanmağına 1 dəqiqə 30 saniyə qalıb. Uşaqlar, bu çox önəmlidir. Mən bunu göstərirəm sizə hal-hazırda və bunu öz-özünüzdə sırğa eləyin. Yəni şamların bağlanması çox önəmlidir. Bu sizin əməliyyatlarınızı daha çox win rate-ini qaldıracaq. Çünki siz tam olaraq bilirsiniz ki, mən bu şam müddətinə keçid almışam. Yəni mən bu şam müddətinə əməliyyata keçid almışam. Uşaqlar, brokerin linkini aşağıda saxlamışam, promokodlar saxlamışam burada sizin üçün. Götürün, yararlanın. Sadəcə 100 dollar depozit eləyirsən, 100 olmasın, olsun məsəl üçün orada 130, 150. Baxır indi orada sizin eləyəcəyiniz depozitə. Siz əgər siqnal istəyirsinizsə, aşağıda yazın, bildirin, görək kimin marağı var, kim istəyir. Çünki uşaqlar, çox belə vaxtım olmur mənim, amma siz olsaz, çox adam olsa, əgər görsək, onu da eləmək olar. Sadəcə mən burada trade-i bir də görürsünüz ki, çox vaxtı yalnız və yalnız belə video çəkəndə edirəm. Çünki uşaqlar mənə yetir. Yəni mən kağız dalıca qaçan adam deyiləm. Nə qədər lazımdır, mən götürürəm bazardan və kənarda dururam. Yəni mən həmişə burada yoxam uşaqlar. Mən həmişə burada oturmuram. Gəlirəm, götürürəm, gedirəm. Gəlirəm, götürürəm, gedirəm. 6 saniyəmiz qalır həmən bu şamımızın bağlanmağına və görək nə baş verəcək uşaqlar. Çünki непонятная situasiyadır və buradan məsəl üçün short əməliyyat açmaq olmaz. Nəyə görə? Çünki bura bomboşdur. Buranı da bir doldurmaq istəyərlər və biz buradan gedirik. Çünki bu artıq vəziyyət mənə ləzzət eləmir, mənim xoşuma gəlmir, məni qane eləmir və mən buradan gedirəm. Gedirik uşaqlar, başqa bir situasiya axtarırıq. Yəni burada qalmırıq bir yerdə, zavisat eləmirik, saxlayırıq sadəcə və görək sonra necə olacaq. Görürsünüzmü? Artıq 4 dəqiqə 30 saniyə, 4 dəqiqə 26 saniyə. Düzdür, sən hal-hazırda 5 dəqiqəlik müddətinə burada əməliyyat açsan, o əməliyyat tam da doğru olmayacaq. Biz gəlin bir dənə test eləyək. Baxın, eləyək biz deyək ki 4 dəqiqə. 4 dəqiqədən sonra bu şam bağlanacaq. Sadəcə uşaqlar, bilirsiniz necədir? Bax, bura dolmayıb deyə. Burada tam olaraq əmin olduğun əməliyyata keçid almalısan. Tam olaraq. Buna görə mən buradan gedəcəm, dayanmayacağam, nəfsimə qurban verməyəcəm özümü və acgözlük eləməyəcəm, çıxıb gedəcəm oradan. Biz məsələn burada nə görə bilərik? Biz qızıldayıq hal-hazırda və 80% bizə profit verir həmən bu qızıl. 5 dəqiqəlik şamlardır, 5 dəqiqəlik time frame-dir və biz burada nə görə bilərik? Məsəl üçün, bunu biz 3 dəqiqədə də eləyə bilərik, 1 dəqiqədə də eləyə bilərik. Ancaq bir şey bilin ki, time frame nə qədər aşağı olsa, o qədər
hərəkət çox olur və siz sadəcə əməliyyat gəlib yanında sizi minus eləyə bilər. Ona görə xətə bu 5 dəqiqəlik time frame seçirik və bundan yararlanırıq. Uşaqlar çox güclü bir instrumentdir və bundan yararlanmaq lazımdır. Nə suallarınız olsa Instagram aşağıda saxlamışam uşaqlar, yazırıq, məlumat alırıq və məlumatlanırıq. Görürük ki 5 dəqiqəlik time frame-də həmin bizim şamımızın bağlanmağına məsəl üçün 2 dəqiqə 50 saniyə qalıb, amma uşaqlar burada mən heç nə görmürəm hal-hazırda. Biz burada məsəl üçün gələ bilərik, maksimum kimi qəbul eləyə bilərik. Bura məsəl üçün bir zona ata bilərik, deyək ki, horizontal bir xətt ata bilərik. Düşünə bilərik ki, bura bizdə maksimumdur və biz bura gələndə dala qayıdacağıq. Amma uşaqlar bir də görürsünüz ki, elə şey olmur, heç kim dala qayıtmır və yuxarılara gedir. Simvol bu qızıldır və hal-hazırda 5027 unsiya dəyərindədir uşaqlar. 2 dəqiqəmiz qalır həmin bu şamın bağlanmağına. Bundan sonraki şama korreksiya üçün short girmək olarmı? Bəlkə deyirəm, gəlib bu zonaya dəysə, məncə bir korreksiya alar buradan. Bax, amma bu long gedir uşaqlar, çox təhlükəlidir və burada hansısa bir short əməliyyat açmaq. Ona görə bunu gözləmək lazımdır uşaqlar və gözləmək nə deməkdir? Baxın, bu şam bilirsiniz necə ola bilər? Buradakı kimi olmalıdır. Bizim qırmızı şamımız yaşılı yeməlidir. Burada isə əksinədir. Burada biz görürük ki, qırmızını yaşıllar yeyir. Yəni biz burada necə aşağı əməliyyat açaq, düzdürmü? Bu dəqiqə dəli kimi yuxarı gedə bilər. Ona görə bizim burada təsdiqimiz olmalıdır, bizim bu şamımız bağlanmalıdır, bizim bu şamımız bağlanandan sonra artıq burada nəsə fikirləşmək olar. Çünki bunun short get və burada baxın görürsüz necə gedib. Sadəcə 5 dəqiqəlik şamı gözləmişik, gəlib yeyib 5 dəqiqəlik şam burada bağlanıb. Biz buradan əməliyyata girsəydik 5 dəqiqə müddətində görün uşaqlar necə gözəl bir profit ala bilərdik. Sonra gözləyirik buranı, məsəl üçün bu şamı pin bar və biz buradan long əməliyyat açırıq və bu profiti götürürük. Görürsünüzmü necə gedir? Fikir verin. Görürsünüzmü? Bu profiti götürdük. Ondan sonra biz sadəcə bu şam açılır burada. Biz yenə də bu şama əgər short əməliyyat açırıqsa, korreksiyası üçün yenə də biz profit götürürük. Burada yenə də profit götürürük. Aydın olmursa bu şam bağlanır qırmızı şəkildə və biz yenə profit götürürük. Tək-tək şamlarla işləyirsiniz. Aydın olurmu sizə? Bu sizin profitinizi çox qaldıracaq uşaqlar. Mən sizə bu sözü deyirəm. Bilin, bu şamla trade deyil. Bu ağıllı tradedir. Mən bilirəm ki, məsəl üçün təxmin eləyirəm ki, bu şam belə olacaq, bu şam belə olacaq. Vəsə. Baxın uşaqlar, bu yamyaşıl şamdır. Buradan hal-hazırda məsəl üçün short aşağı əməliyyat nijada açmaq olmaz. Nəyə görə? Çünki bu long gedir hal-hazırda və burada yeyilmiş heç bir şam yoxdur. Məsəl üçün burada mən əməliyyat açmazdım, mən açardım burada, ikinci şamda. Aydın olurmu sizə? Əgər bizdə deyək ki, bu qırmızı şam gəlib buraları bir yesə, okeydir. Amma hal-hazırda long axtarmaq daha məqsədə uyğun olacaq burada. Çünki yenə də bu şamı gözləmək lazımdır uşaqlar. Bir dənə də baxaq görək harda nəsə var. Məncə siz tam olaraq fikrimi izah eləyə bildim. Sizə burada faizlər aşağıdır uşaqlar. Burada məsəl üçün o strategiya ilə işləmək olardımı? Məncə yox. Görürsünüzmü? Burada o işləməzdi. Euro dollarda, normal bir valyutalarda okey. Buna baxın. Bir yağ biz golddaydıq, düzdür? Gold və euro dollarda hal-hazırda biz görürük ki, məsəl üçün bu şam, görürsünüzmü? Gəlib bunları yemək istəyir. Əgər yesə, biz artıq burada yenə də shorta davam eləyə bilərik. Yəni aşağı əməliyyatlarımızı aça bilərik. Sadəcə biz əgər 5 dəqiqəlik əməliyyat açırıqsa, bu nədir 15? 5 dəqiqəlik əməliyyat açırıqsa, uşaqlar biz gərək bu şamın bağlanmağını gözləyək. O vaxt, aydın olurmu sizə? Baxın, burada vaxt deyilən bir şey var. Siz vaxtı düz seçməyəndə siz heç vaxtı burada uğur əldə edə bilməzsiniz. Hər yerdə riyaziyyat işləyir. Vaxt, riyaziyyat çox önəmlidir. Burada da sizdə həmən söhbətdir. Siz bunu belə dalbadal basmalı deyilsiniz. Əgər siz bunu dalbadal belə basırsınızsa, bu artıq professionallıqdan çıxır. Məndə də əvvəl olub, mən də təzə başlayanda elə olmuşam. Bilmirdim elə şeyləri. Amma indi səbirlə sən oturub şamı gözləyirsən və tam olaraq şama keçid alırsan və düşünürsən ki, belə olacaq. Minus olacaqmı? Olacaq təbii ki, amma sənin strategiyan var. Sən kör-körənə girmirsən. Sən birinci trendi tapırsan, məsələn, sahələrini çəkirsən deyək ki, düşünürsən ki, bura minimumdur, bizdə trend short gedir, tam olaraq üstdən aşağı və mən korreksiyalardan short axtaracam. Və hal-hazırda bu trend, lokal trend longdur. Aydın olurmu sənə? Sadəcə bu belə gedəcəkmi? Yox. Bu burada korreksiyalar eləyəcək. Bu burada Forex bazarında olan
stopları çıxardacaq. Baxın, biz buradan da böyük bir FVG-yə gəlmişik, görsənmi? Burada bizdə böyük bir FVG var. Biz həmən FVG-nin içindəyik. Biz FVG-dən hətta aşağılara gedib aşağı zonaları belə yığmışıq. Yəni bura bizdə order block zonası olub və biz həmən zonaya gəlmişik və buradan güclü bir korreksiya almışıq. Getmişik və burada dayanmışıq. Nəyə görə? Çünki burada bizdə həm əvvəlcədən bir qap olub və bura zonadır. Aydın olurmu sənə? Bura maraq zonasıdır və həmən bu maraq zonasından reaksiyalar olur. 20 saniyəmiz qalır. Yenə də bu şam bispantovi şəkildə bağlanır. Yəni bunu belə bağlandıqda bilmək olmur ki, bu qiymət nə etmək istəyir. Burada məsəl üçün biz əməliyyat açmaq istəsək, bizim əməliyyatımız minus olma şansı çoxdur. Amma yenə də şamın bağlanmağından asılıdır. Görək necə bağlanacaq. 4 dəqiqəyə keçirdərəm mən bunu və baxaram görüm 4 dəqiqədə. Yenə də dəqiqəni hesablayıram ki, o yan bu yan olmasın, düz vaxtında bağlansın. Çünki burada mən nə short gördüm, nə long gedir, bəli. Bizdə hər dəfə burada lokalda görürsünüz, balaca böyük, balaca böyük, böyüyə gedir. Sadəcə bu gəldi burada belə bir bispantovi şam yaratdı və bu şam mənə heç də güvən vermir ki, yəni bu şam qaldırar da yəni qiyməti. Çünki arxası boşdur, burası boşdur. Düşünürəm ki, mən bir dəfə də bura gəlmək olar, burada bir tələlər qurmaq olar, belə rahat getməmək olar. O məni biraz çaşdırır. Belə çaşdıran əməliyyatlara təbii ki, girmirik. Yəni burada mən danışdıqlarım heç biri boş şey deyil uşaqlar. Bu oturub baxırsınız, yoxluyursunuz, izləyirsiniz. Baxın, qızıla bir baxırdıq, görürsünüz. Qızılda eyni səviyyəli 2 dənə maksimum var burada. Trend hal-hazırda longdur. Yəni bu trend longdur burada, lokalda. Sadəcə biz solda gəlib dəymişik hansısa bir sahəyə bundan öncəki və maksimuma və biz reaksiya alırıq hal-hazırda. Görək bizdə başqa time frame-də burada nəsə var. Yəni baxaq görək. Yoxdur da, sadəcə yaşıl şam ifsyo. Aha, bu nədir? 57 saniyə. Məsəl üçün burada saatlıqla girə bilərsiniz. 57 dəqiqə məsəl üçün yazıb girə bilərsiniz. Əgər siz bu şamın düşünürsünüz ki, yuxarılarda bağlanacaq, bu sahədən yuxarıda bağlanacaq, siz bəli 57 dəqiqə müddətində long keçid ala bilərsiniz. Bu çox gözəldir. Məsəl üçün siz tam olaraq yazıb poza bilirsiniz, yəni dəftərə. Mən bu time frame-də bu saatda əgər şam belə olsa, buna əməliyyat açacağam məsəl üçün. 30 dəqiqəlik deyək ki, 15 dəqiqəlik baxaq. Hər şamda bir şam girəcəksiniz deyə siz hər şama öz time frame-ində baxmalısınız. 1 dəqiqə baxın buna, 4 dəqiqə, 2 dəqiqə qaldı artıq. Görürsünüz, heç nə yoxdur deyə mən keçid almıram uşaqlar. Görürsünüzmü? Long indi getdi short, yəni göstərir burada euro dollar 1 dəqiqəsi qalıb həmən bu şamın bağlanmağına. Burada ideal nə olardı uşaqlar? Bilsiz necə ola bilər? Bax belə bir şey istəyərdim mən. Burada yaxşı mən keçid ala bilərdim, yəni əməliyyata. Prosta sadəcə mən burada tam əmin deyiləm deyə. Bilsiz necə? Prosta tak stop ola bilərsən də, yəni minus eləyə bilərsən. O da sənə lazım deyil. Dəqiq oturub gözləyirsən. Məsəl üçün görsənmi burada 2 də belə bir zonadır. Həmin bu zonanın içində biz bu dəqiqə hərəkət edirik və biz bu zonanı qırandan sonra geri qayıdışdan yenədən keçid ala bilərik. Burada tək şamla mən keçid almaq üçün artıq gecikmişəm. Bayaqki şama keçid ala bilərdim məsəl üçün. Bu şam doldurulması üçün gördünüzmü, dedim long belə buraxmazlar, gələrlər buranı bir yığarlar. Həmən söhbətdir. Amma sən bilmirsən ki, bu tam olaraq bu dəqiqə qayıdır ya yox. Yəni ondan söhbət gedir. Ona görə mən girmədim bu əməliyyata. Bu dəqiqədə bu fakt deyil ki, hal-hazırda short gedəcək. Çünki bu sahə qırılmayıb. Burada belə bir incəliklər var. Görək qızıl neynədir? Baxın, bir yandan sizlə izləyirik. Görürsünüzmü? 27 saniyə qalıb və qızıl belə bir şamla özünü doğruldur. 22 saniyə maraqlı bir şey ola bilər. Sadəcə belə bir şey var ki, uşaqlar, dəqiqə ilə yenə də işləməyi bacarmaq lazımdır ki, mexanika maşın sürürsən. Bir də görsən ki, istəyirsən sən korreksiyadan girəsən. Korreksiyadan girəndə artıq şamın bağlanmağı üçün keçid alırsan. Deyək ki, mən istəyirəm biraz da aşağıdan girim, deyək ki, buralardan girim və bu şam buralara gələndə, əgər onun vaxtı 3 dəqiqə qalıbsa, burada yazılır da, görürsünüzmü? 3 dəqiqə açırsınız. O şamın bağlanması üçün bir korreksiya deyək 4 dəqiqə qoysam burada. Görürsünüz, korreksiyaya gəlir. Hal-hazırda biz long gedirik. Görürsünüz, bu sahədən biz yuxarıda bağlanmışıq və biz yuxarı hərəkət edirik. Biz bu sahəni qırsaq aşağı, bizim struktur pozulur. Bu şamı gözləyirik, görək şam nə etmək istəyir. Uyğun deyil deyə keçid almıram uşaqlar.
Bilirsiniz necədir uşaqlar? Burada əməliyyat olsun deyə əməliyyat açmaq olmaz. Gözləmək lazımdır. Mən sizə bu günləri bunu göstərirəm burada və izah eləməyə çalışıram ki, tam olaraq şamda girmək lazımdır. Yəni bu bir strategiyadırmı deməyəcəm. Sadəcə bunu bilmək lazımdır ki, bu şamlar çox önəmlidir və bunlar çox önəm daşıyır. Yəni bunlara önəm vermək lazımdır və bunlarla hərəkət eləmək lazımdır. Bunlarsız olmayacaq uşaqlar, çətindir. Bu şam belə bağlananda bunun bir korreksiyası da olur, aydındırmı? Ona görə biz gözləyirik, təsdiq şamını götürürük, ondan sonra keçid alırıq yenə də davama məsəl üçün. Burada biz long gedirdik, indi isə yenə də long gedirik. Yəni burada heç bir sıxıntı yoxdur. Sadəcə bu şam artıq çox qalxıb. Biz buradan məsəl üçün 2 dəqiqə əməliyyat açsaq, şam bağlanana yaxın gələr. Aşağılarda bağlanar və siz minus əldə eləyərsiniz. Sizin götürmə yeriniz var. Sadəcə əməliyyata girməyə tələsmək olmaz. Uşaqlar, maraqlıdırmı video? Aşağıda yazırıq, bildiririk. Nə qədər çox dəstəyiniz olursa, o qədər çox maraq yaranır və daha çox şeyləri göstərmək istəyirəm mən sizə. Və bu strategiya ilə siz həftədə 2 dəfə, 3 dəfə bura gələrək özünüzü doğrulda bilərsiniz. Yəni burada bütün gün oturmağa ehtiyac yoxdur. Sırf olaraq şamları gözləyirsiniz. Bu vaxtı olmayanlar üçün daha yaxşıdır. Hətta burada avtomatik də qoya bilərsiniz. Məsəl üçün vaxtla görürsünüzmü? Bu vaxtda filan şey açılsın məsəl üçün. Görürsünüz, bayaq dediyim söhbət bizə gəl 2 dəqiqə yuxarı atsaydıq, biz hal-hazırda minusda olacaqdıq, görürsünüzmü? Bu şamın bağlanmağını gözləmək lazımdır, ondan sonra bir hərəkət eləmək olar. Artıq bunu 5 dəqiqə eləyirik, çünki biz 5 dəqiqəlik time frame-də işləyirik uşaqlar. Bir dənə əməliyyatımız olub və biz buradan 150, 200, 100 dollar pul götürmüşük, 100 dollar qazanmışıq. Ancaq uşaqlar fikir verin, siz gəlirə çox fokuslanmayın. Əsas odur ki, siz götürəsiniz. Nə götürdünüz sizindir. 100 dollar 170 manat pul eləyir. Hal-hazırda mən qazanmışam. Və bunu sadəcə video çəkərək və sizlə danışaraq eləmişəm. Yəni hansısa bir əziyyət çəkərək kubik atmamışam və bunu necə eləmişəm sizə göstərmişəm uşaqlar. Aha, bir dənə də 150 dollarla mən long götürdüm ki, biz 5 dəqiqədən sonra yuxarılarda bağlanacağıq. Mən belə düşünürəm. Əgər mənim əməliyyatım minus olarsa, əgər biz buradan aşağı gedərsək, o zaman mən bu sahəyə kimi, yəni bu şamın bitişinə kimi buradan bir long götürərəm, yenə də götürərəm. Sonra isə buranı qırarsa uşaqlar, burada artıq long yox, artıq gözləyib, gedib bir çay içirsiniz və artıq short gözləyirsiniz. Gözləyirsiniz ki, istədiyiniz kimi şam özünü doğrultsun. Gördünüzmü, burada mən gözlədim bunu. Çünki uşaqlar çətin ola bilərdi, gəlib sonda minus eləyə bilərdi. Çünki siz bilmirsiniz də şam necə bağlanacaq. Şamın bağlanmağını gözləyəndən sonra artıq nəsə görürsünüzsə, əməliyyatı açırsınız, keçid alırsınız, okey, gözləyirsiniz. Gözləyə görək 4 dəqiqəmiz var, görək bizim əməliyyatımız necə bağlanacaq uşaqlar. Uşaqlar 50-cə saniyəmiz qalır. 45 saniyə, 44 saniyə. Qəşəng bir qalxışı gördük. Görürsünüzmü? Siz şamla girəndə dəqiq yerdən girirsiniz. Möhtəşəm yerdən girirsiniz. Və siz bilirsiniz ki, minus olanda sadəcə struktur pozuldu. Vəsə. Siz hər yerdən girmirsiniz. Görürsünüzmü? Bayaqdan gözləyirik biz. Nə qədər gözlədik. Gözlədik. Axırda da 123 dollar götürürük. Nə qədər eləyirik? 1 saat 40 dəqiqə sizlə danışa-danışa, gülə-gülə uşaqlar. Bir dənə minusumuz olub evro dollarda. O da dagonla götürmüşük geri. Budur da baxın. 246 üstəgəl 123. 369. Düzdür? 369. Bundan da 150 çıxanda 250 dollar falan belə bir şey. Çox gözəl, çox qəşəng. Yəni uşaqlar, hər yerdə qazanmaq olar. Sadəcə azartlı olmaq lazım deyil. Ağılla, təmkinlə, səbirlə hərəkət eləmək lazımdır və götürmək lazımdır uşaqlar.
Millət, bugünkü videomuzda belə yekunlaşdırırıq. Gördünüz, yəni necə işləmək olar burada, necə burada da gəlir əldə eləmək olar. Yəni burada da tökülməyib, o birislərdə də tökülməyib. Hər yerin öz çətinlikləri var. Sadəcə biz açıq gözlə baxmalıyıq və nəyin necə hərəkət elədiyini görməliyik uşaqlar. Yəni dəqiq olmaq lazımdır. Riyaziyyat, texniki analiz hamısı burada lazımdır. Yəni siz dəqiq bilməlisiniz ki, mən nə vaxt girdim, nə vaxt çıxdım. Son millət, nə sualınız varsa Instagramda yazırıq və məlumat alırıq. Bütün linklər, rəsmi linklər aşağıda. Heç bir fake hesablara aldanmayın. Mən heç kimə yazmıram, heç nə təklif eləmirəm dostlar. Yalnız və yalnız sizə bolca uğur və bolca keyş arzu edirəm uşaqlar. Növbəti videoda görüşərik.